Rusiyanın paytaxtı Moskvada yaşayan Azərbaycanlı cütlük faciəvi şəkildə həyatına son verib. Doğru Xəbər Azərbaycan xarici mənbələr istinadən bildirir ki, hadisə Salaryeva Park yaşayış kompleksində qeydə alınıb. Belə ki, bir kişi və bir qadının cəsədi binanın yaxınlığında tapılıb, ilkin ehtimala görə onlar həyatlarına son qoyublar. Faciə zamanı cütlüyün 5 yaşlı uşağı mənzildə olub. Hazırda uşaq müvəqqəti olaraq hüquq mühafizə orqanları nəzarətinə götürülüb və onun təhlükəsizliyi tam təmin edilib. Bərdə rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qafqaz İnfo bildirir ki, hadisə rayonun 1-ci Qazaxlar kəndində baş verib. Belə ki, hərəkətdə olan Qazel markalı yük avtomobili kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub. Ağır xəsarətlər almış Bərdə sakini elə hadisə yerində həyatını itirib. Baş vermiş faktla bağlı araşdırma aparılır. Şəki sakini kanala düşüb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, hadisə Cəhirli kənd ərazisində baş verib. Kanala düşən şəxs kənd sakini 1993-cü il təvəllüdlü Əskərov Abuzərdir. İlkin məlumata görə epilepsiya xəstəsi olan kişi xəstəxanaya aparılarkən yolda həyatını itirib. Lənkəranda isə balıqçı faciəvi şəkildə həyatını itirib. Məlumata görə hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndində Xəzər dəniz sahilində baş verib. Belə ki, Bakı şəhərində yaşayan 1967-ci il təvəllüdlü Məmməd Quliyev doğma rayonuna qonaq gəlib, balıq tutmaq məqsədi ilə dənizə gedən şəxs ehtiyatsızlıq nəticəsində boğularaq həyatını itirib. Yaxınlarının məlumatına görə Xəzər dənizinin geri çəkilməsi nəticəsində həmin ərazidə quyu və kanallar yaranıb. Əslində əraziyə bələd olan Quliyev sonradan formalaşan bu təhlükəli sahələrdən xəbərsiz olub, məhz həmin nöqtədə boğulub. Meyit aidiyyatı üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır. Ötən gün günorta saatlarında Cəllabadda rayon sakini 52 yaşlı Azər Naiboğlu Baxşiyev kəsici alətdən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb və orada həyatını itirib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Kamiloğlu Babayev polis tərəfindən saxlanılıb. Rayon prokurorluğunun məlumatına görə fevralın 16-sında Cəllabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib. İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Babayev iş üzrə şübhəli şəxs qismində tutulub. Füzulinin Kərimbəyli kəndi ərazisində ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib. Belə ki, Mercedes Qazel markalı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sərnişinlərinin biri 1981-ci il təvəllüdlü Beyləqan rayon Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı həyatını itirib. Minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunusoğlu və avtomobildə olan sərnişinlər Ağalarzadə Rauf Vüqaroğlu, Qalsanov Sərvan Mahmudoğlu və Atakişiyeva Brilliant Təbriz qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır.